Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Salyan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb. Yoxlama zamanı kəsimxananın birbaşa fərdi yaşayış sahəsinin daxilində digər sahələrdən təcrid olunmamış şəraitdə qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, quş kəsimi və emalı proseslərinin sanitar-gigiyenik tələblərə uyğun təşkil edilmədiyi müəyyən olunub. Belə ki, müəssisədə quşların qəbul edilməsi, kəsimdən əvvəl saxlanılması, keyləşdirilməsi, qansızlaşdırılması, təmizlənməsi, içalatın çıxarılması, ətin qablaşdırılması və soyudulması üçün tələb olunan istehsal sahələri yaradılmayıb. Yoxlama zamanı kəsimə gətirilən quşların mənşəyini təsdiq edən müşayiət edici sənədlərin olmadığı, quşların kəsimdən əvvəl saxlanılması üçün ayrıca sahənin olmadığı müəyyən edilib. Eyni zamanda kəsim sahəsində zəruri istehsal bölmələri yaradılmayıb. Havalandırma və temperatura nəzarət sistemləri quraşdırılmayıb. Bundan başqa istehsal zamanı yaranan tullantıların düzgün idarə olunmadığı da aşkarlanan nöqsanlar sırasındadır. Həmçinin işçilər xüsusi geyimlərlə təmin edilməyib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilir. Faktla bağlı müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.